Atamın vəziyyətnaməsi var mənim adıma. Baxılmır, çıxardır evdən. Ümumiyyətlə vərəsəliyə çağırılmayıb. Vəsiyyətnamə elektron sistemdə ola bugünkü gündə Milli TV-yə müraciət edən bir qrup Bakı şəhər sakini bildirir ki, bir neçə il bundan əvvəl mərhum qardaşlarının həyat yoldaşı olan Salmanova Bibi xanım Pirqulu qızı Salmanovlar ailəsinə atalarından miras qalmış ata mülkünü qardaşların və bacıların razılığı və məlumatları olmadan 2021-ci ildə Bakı şəhəri Suraxanı rayonunda yerləşən 35 sayılı notariat ofisində saxta vərəsəlik açan Bibi xanım Salmanova 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 51 sayılı notariat ofisində atalarından ailəyə miras qalmış ata mülkünü 80 min manata başqa bir şəxsə satmışdır. Salmanov İlqar Mirzabaloğlu. Məsələ nədir? Məsələ ondan ibarət gedir ki, evdə saxtakarlıq eləyiblər. Süleyman Sani Axundov, mənzil 2, mənzil 22-ci blok. Bina 2. Yəni neçə il bundan əvvəl satılıb? 4 ildir. 4-cü ildir gedir. Biz niyə məhkəmə uda, sonra qətnamə onları 3 dəfə dəyişilir. Niyə görə? Bizim hüququmuza baxmırlar. Neçə şəxs neçə nəfər yaşayırdı hazır? Bax, hazırda bu qədər 4 ailə uşaqları, bacı, mən. Hamısı o evdə. Bəli, o evdə. Sübutumuz da var. Hamımız orada yaşayır. Yaşayırıq. Hal-hazırda da yaşayırıq. Yəni mənzildə yaşaya-yaşaya bu mənzil satılır. Hə, heç baxıcı da olmayıb. Ki mənzil bu kişinin vəsiyyətnamə Atam mənə bağışlayıb evi. Atanız da rəhmətə Bəli, bəli. Düzdürmü? Düzdür. Vətəndaşlar məlumatı düzgün O satan gəlinin bacısının əri notarusda işləyir. Fiktivli sənədləri düzəldiblər, evləri satıblar. Neçə notarus təsdiq neçənci ildə satılır? 4 il bundan. 4 il bundan qabaq da bir fikrimiz qaçır. Qardaşınız neçənci ildə rəhmətə? Elə həmin ili. Həmin ili rəhmətə Gedənlər 40 il çıxmamış satıldı. Hə, heç əri, uşaqları, ana, ata deyib ağlamadılar. Bulvarlarda gəzməyə getdilər. Sübutum da var. Necə yeyə bilər o 5 otağı? Gözü yaşlı, xəstə qardaşım olurlar, necə yeyəcək o pulu? 40 minə ev satılır, 80 minə. İkinci qrup əliləm. Yəni siz bildirirsiniz ki, sizə vəsiyyət olunub. Bəli, vəziyyətnamə kağızı əlimdə, sənədim əlimdə. Xəstəxanaya düşdü çıxmaq qərarı gələndə infak keçirdi. Qarabağ əlilidir özü. Özüm də Qarabağ döyüşçüsüyəm. Ne hara keçsin? Necə eləyim, uşaqlarım görmədir. Daha böyük olsaydı deyərdim. Necə eləyim? Kiraya oturar. Hara geçsin bu uşaq? Cənab Prezident, sizə müraciətim ondan ibarətdir ki, xahiş edirik bizim ailəmizin əmlak məsələsinin araşdırılmasına göstəriş xüsusi nəzarətə götürülməsini xahiş edirik. Biz dəfələrlə Ədliyyə Nazirliyinə şikayətlərimiz, məktublarımız getmişdi. Amma ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənab Prezident, mahiyyət ondan ibarətdir ki, ata mirası saxta yolla özgələşdiriblər, vərəsələr, ortalıqda vəsiyyətnamə ola-ola evin özgələşdirməsinə nail olublar. Qarşı tərəf, saxtakar tərəf, Suraxanı rayonu Hövsan ərazisində 35 saylı notariatda vərəsəlik işi açıblar. Vərəsəliyə aidiyyəti olmayan insanlardan vərəsəlik alıblar və evi satmağa müvəffəq olublar. Biz xahiş edirik, Cənab Prezident, bizim səsimizə səs verin. Biz 4 baş külfənd, ortada məktəblilər də var. Binəqədi rayon məhkəməsinin hakimi, təcrübəli hakimi Sadət Səlimovanın uzun araşdırmadan çıxartdığı qərar, saxtakarlıqların ortaya çıxarılması, ədalətli qərarı İkram Şirinov kimi təcrübəli hakimin saxtakarlıqları büruzə etməsi, tanınmaması, saxtakarlıqların əsl evin vərəsələrinin, mirasçılarının, vəsiyyətnamə sahiblərinin kim olduğunu sübuta yetirilmiş bir qətnamə. Əfsuslar olsun ki, qarşı tərəfin Bakı Apellyasiya Məhkəməsində sonra Ali Məhkəməyə müraciəti, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə qayıtması hakim Məmməd Məmmədov tərəfindən gülünc qərar çıxarılmışdır. O qərar ki,
evin həqiqi varisləri vəsiyyətnamə haqqında bir söz belə yazılmamış. Bütün saxta faktlara dirənərək, istinad edərək qərar çıxartmışdır. Bu qismən oxunuşda bir başqa cür oxuyub, qismən təmin etsə də yazılışda bir başqa cür qətnamə qət etdi. Bir neçə gün keçəndən sonra yenidən eyni iş üzrə əlavə iclas çağırdı. Qətnamə çıxartdı. Eyni iş üzrə qətnamə də ondan ibarət oldu ki, bu öz çıxartdığı birinci qətnaməsinə zid qətnamə çıxartdı cənab prezident. Yəni ki, bu insan taleyinin, yəni ki, bu Məmməd Məmmədov xüsusi tapşırılmış göstərişlərlə, xalqın hissiyatı ilə oynamaqla, bu cür faktlarla bu işə saxtakarlıq elədi. Vəsiyyətnamə. Ata miras qoyub 1995-ci ildən oğlu Salmanov Rövşən Mirzabaloğlu'na. Vəsiyyətnamə. Bu da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxivində qorunub, dəyişidilmədən saxlanılıb. Evi özgələşdirəndə vəsiyyətnaməni bəyan eləməyiblər. Birinci dərəcəli vərəsələr vərəsəliyə çağırılmayıblar. Cənab Nazir, 6 dənə mənim məhkəməm davam edir. Xahiş edirəm, məni qəbula yazın. Uşaqlarım görmədi. Hələ bir bacım gələ bilmədi. Neçə uşaqsınız? 6 uşağı. Biri rəhmətə gedib 5 uşaq qalmışıq. Yerimiz yoxdur atam. Anam, yerimiz yoxdur. Hamımız o 5 otaqlı mənzil. Bəli. Həmin o evdə yaşayırıq. Hara gedək? Bizə xahiş edirik. Öz evimizi təmin edir. Məhkəmələr nə bildirir? Məhkəmə əvvəl biz udmuşuq. Sonra ki bizim vəkil rəhmətə gedəndən sonra olay fırıldaq yoluna keçdi. Sonra apellasiyaya verdiler. Apellasiyanda uttuk. Ama Binəqədi Sonra dəyişdilər kağızları. Hörmətli prezident, mənim səsimə haqq verin. Mənim qardaşım vəsiyyətnaməsi olurlar, atamın hüququ olurlar, qardaşımın hüququ olurlar, çölə atılıb. Bu icraçılar xəbərdarlıq eləyəndən sonra mənim qardaşım infaq keçirdi Binəqədi rayonunda. Hal-hazırda işləmə qabiliyyətini də itirib. İşə də çıxmayıb, sənədləri də var Binəqədi rayonunda, xəstəxanada yatıb. Bütün hər yerə müraciət eləmişik. Bizim ərizəmizə, şikayətimizə baxan yoxdur. Hal-hazırda aşkar deyirlər ki, onların kresloda adamları var. Biz də ki, Abdullayeva xanımın basının ərinin Akif'in 2 övladı var. 2 dənə qızı var. 2 qızı var. Neçə satılır məlumat? 80 minə. 80 bin. Kağız verip ki 80 bine evi satmışam. Bibi xanım Pirqulu qızı, onun bacıları, qardaşları, qardaşının basının Dürdanə, qızların, Lisə, Lalə, hamısı fırıldaq yolu ilə evi satdılar. Heç başqa bir adam şahmat kimi attılar. O Nəsib Elşən. Elşən qapını döyüb sındıranda biz bilmişik ki evi alıcı. Güya onları başqası alır. Elşənə satıb. Hə, Elşənə satıb. Yası nədir? Nəsib Elşən. Məsiyev Elşən. Nəsibə? Məsiyev Elşən. Nəsib Elşən satıb, gəlib qapını sındırmağa fəhlələrlə. Onda bilmişik ki bizim ev satılıb. Sonra düşmüşük ki notarusa ora bura baxmışıq. Deyiblər ki sizin vəsiyyətnamə olurlar. Niyə satıb? Sizə niyə xəbərimiz olmayıb? Haqqımızı tələb edirik. Burada fırıldaq istəmirik. Bizi bu boyda körpələrimizi qoymasınlar çöldə. Biz ətdə qardaşlar. Niyə hara gedək biz? Bu hal-hazırda icraçılar tökülüb evə. Hara gedin? Mən hərsiz arvadım. İşləmə qabiliyyətim yoxdur. Təzyiq keçirdən adamı. Hara gedin? Mən yaşamaq hüququm yoxdur. O pulu yeməyəcək. Qan qussun o pulu yiyən yerdə. Qan qussun. Yeyə bilməyəcək o pulu. Bu boyda göz yaşı qoyur, 4 ailəndi, 3 ailəndi. O pulu yeməyəcək. Xeyrini tapmayacaq. Niyə səsimizə səs vermirlər? Qeyd edək ki, Salmanovlar ailəsinə qarşı ailənin gəlini Salmanova Bibi xanım Pirqulu qızı tərəfindən edilmiş bu əməl nəticəsində hazırda Ali Məhkəmənin qərarına əsasən 15 nəfərdən ibarət olan ailə üzvlərinin 26 dekabr 2025-ci il tarixində
mənzildən çıxarılmaları üzrə icra prosesi müəyyən olunmuşdur. Salmanovlar ailəsinin üzvlərinin Ədliyyə Nazirliyinə etdikləri şikayət nəticəsində şikayətçiləri qəbul edən Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsləri məsələni Nazirliyin rəhbər şəxslərinə çatdırdıqdan sonra ailənin gəlini Bibi xanım Salmanova tərəfindən ailənin başlarına gətirilən bu vəziyyətlə bağlı aparılacaq araşdırma səbəbindən müvəqqəti olaraq icra prosesinin dayandırılması üçün göstəriş verdilər. Özünüzü təqdim edin. Şıxmamedova Esmira Mirzabala qızı. Bu elə bil ki, bu ev mən atamın evidir, atam yurdudur. Mən atamın qızıyam. Mənim də bir vərəsə payım var burada. Demək, atam rəhmətə gedəndən sonra ev anamın adına keçir. Neçənci ildə rəhmət edildi? Anam gedib 2012-ci il. 2002-ci ildə. 2012-də anamın. Bəli. Atamdan sonra bu ev anamın adına keçəndə, halbuki bizim xəbərimiz olmayıb, demək, evə buraya vəsiyyətnamə qoyulub. Bu evə vəsiyyətnamə qoyulub. Bu vəsiyyətnamə bizdən, bu bütün vərəsələrdən, biz elə bil ki, ailədə 6 uşaq olmuşuq, heç birimizin xəbəri olmayıb ki, atam bu vəsiyyətnaməni mənim kiçik qardaşıma, öz kiçik oğluna son iradəsi olaraq notarusda vəsiyyətnamə qoyub. Bu vəsiyyətnaməni bizdən gizlədiblər. O biri qardaşlarım da ki, elə bil ki, qardaşımın adına keçəndə, anamın adına keçəndə heç birimiz, heç bir vərəsə iştirak eləməyib. Heç birinin razılığı olmayıb, nə də bizə məlumat verilməyib ki, bu vəsiyyətnamə atanız vəsiyyətnamə qoyub. Sonra anamdan da sonra qardaşım 2002-ci ildə rəhmətə gedib. Yenə demək olar ki, yenə mən vərəsəsiyəm də. Qardaşınız neçənci ildə rəhmət edildi? 2012-ci ildə. 2021-ci ildə. Başlayın, tarixi səhv saldım. 2021-ci ildə. 2021-ci ildə atam, qardaşım rəhmətə gedəndə 21-də rəhmətə gedəndə Nədən rəhmətə getdi? Unsuz keçirdi də, beyin qan dövranında pozğunluğu var idi. Demək, o rəhmətə getdi, onun müalicəsini də elədik, biraz yaxşı olmuşdu. Sonra, nə bilim... Payınızı qardaşınıza vermişsiniz, rəhmətə gedən qardaşınıza. Xeyr. Mən nə notarusa getmişəm, nə razılıq vermişəm. Demək olar ki, məndən xəbərsiz olunub bu işlər. Mənim heç bir şey işdə xəbərim yoxdur, heç bir notarusda mən imzam yoxdur. Nə alqısında, nə satqısında, nə qardaşımın adına keçəndə, ya yoldaşının adına keçirdəndə mən heç birində məndən gizlədilib. Yəni, saxtakarlıqla demək olar ki, bu həll olunub. Mənim heç nədən xəbərim olmayıb. Nə zaman bildiniz? Müraciətim bir daha Kamran Əliyevədir, Respublikanın baş prokurorunadır. Bu işlərdə cinayət əməli var, saxtakarlıqlar var. Xahiş edirəm prokuratura orqanlarına, Azərbaycan Respublikasının prokurorluğuna güvənərək bildirirəm ki, bizim sizə dəfələrlə ünvanlandığımız məktublar araşdırılsın, ekspert təyin edilsin, bu işdə bir nöqtə qoyulsun, haqq ədalət öz yerini tapsın. Bu uşaqlara xatir. Cənab Prezident, bu il 2025-ci il yola saldığımız il Konstitusiya və Həmrəylik günü ilinin qeyd olunduğu ildə sizdən böyük xahişimiz var. Bizim vitse-prezidentimiz Mehriban xanım Əliyevə səslənirik. Sizə səslənirik. Bizə yardımcı olun. Bu ildə bizim hüquqlarımızın tapdanmasına biz inanırıq ki, siz yola verilməsinə razılıq verməyəcəksiniz. Bizim ailənin aqibəti və axirəti acı talih yaşayır. Bizim məktəbli uşaqlarımız çölə atılırlar. Bizim əlillərimiz var, xəstələrimiz var. Hətta qardaşım bu evdən çıxmaqla bağlı aldığı xüsusi travmada oldu. Evdən çıxarmaq bağlı icra məmurunun bildirişi gətirdiyi günü ayın 8-də, dekabrın 8-də insult, infarkt diaqnozu ilə xəstəxanada koma vəziyyətində yerləşdirildi. Cənab Prezident, körpə uşaqlarımız var,
haqq ədalət öz yerini tapacaq. Biz sizə inanırıq, dövlətimizə inanırıq, prezidentimizə inanırıq. Biz dövlətimizdən razı insanlarıq. Xahiş edirik bu işə bir xüsusi göstəriş verəsiniz. Sizdən çox xahiş edirik.